Hamıya salam. Əvvəla kanala xoş gəlmisiniz. Bu gün sizlərə screen recording, yəni ekran qayd eləməsi, ekran recordingini göstərəcəm. Bunu kompüterin öz imkanlarından, daxili imkanlarından da eləyə bilərsiniz. Yəni Windows Alt R ilə bunu hamı bilir, onunla eləyə bilərsiniz. İntihası onda görüntü zəif olur, görüntü keyfiyyəti daha aşağı olur. Yəni proqram eləmək daha məqsədə uyğundur. Bunun üçün bir çox proqramlar var. Amma bunların ən yaxşısı mən sizə deyim OBS Studio'dur ki, mən hal-hazırda onu istifadə edirəm bu proqram. Gözəl proqramdır. İntihası bu proqram biraz qəliz proqramdır. Nə mənada qəliz proqramdır? Yəni proqrama sırası girib bir dənə klikləyib sırası başlatmaq olmur. Biraz böyük proqram, geniş proqramdır deyə recording başqa cürdür. Əvvəla bunu yükləyəcərik. Təbii ki, Microsoft Store'da bu var. Buradan OBS Studio yazıb yükləyə bilərsiniz. Məndə yüklü olduğu üçün vəziyyətdədir. Proqram başladanda proqram buradadır. Proqram başladanda belə bir ekran görəcəksiniz. Bu ekranda baxın burada sahnələr var. Bu sahnələr sizdə olmayacaq. Məndə bundan istifadə etdiyimə görə məndə var bu sahnələr. Amma sizdə olmayacaq. Bunu əlavə eləmək üçün çox asandır bunu əlavə etmək. Mouse'un bu sahnələr tərəfə gəlin, mouse'u sağ klik edirsiniz. Burada sahnə eklə var. Sahnə ekləyirsiniz bura, sahnənin adını yazırsınız. Liboy bir ad yaza bilərsiniz, problem yoxdur. Yadda, yəni bu həmin adda olacaq deyə, kompüterin belə save olacaq deyə, yadda qalan bir dənə ad yazmağınız daha məqsədə uyğundur ki, sonra dosyanı tapa bilərsiniz. Yazdınız, Enter-a basdınız, getdi. Bura qaynaqlara gəlirsiniz. Bura düşəcək sırası. Baxın, mən yazmışam deyə, buralar hamısı düşüb. Qaynaqlara gəlirsiniz, qaynaqlarda bir dənə sağ edirsiniz. Bura qaynaq eklə deyilən bir şey var. Burada seçim çoxdur. Ekran yakalama var, oyun yakalama var, pəncərə yakalama var. Bu üç seçənəkdən birini seçərsiniz. Yəni nə eləyəsinizsə ona uyğun seçməlisiniz. Məsələn, siz oyun videosu çəkərsinizsə, oyun yakalamanı seçməlisiniz ki, stabilizasiya yaxşı olsun. Stabilizasiya nədir? Yəni ekran keyfiyyəti, görüntünün keyfiyyəti deyək. Ondan sonra hərəkətlər deyək, oyun videosu çəkərsiniz, oyun yakalamanı seçin. Stabilizasiya yaxşı olsun. Yox, prosta ekran screen recording eləyəcəksinizsə, ekran qayd edəcəksiniz, ekran yakalamanı seçin. Bir də var ki, pəncərə yakalama. Pəncərədə yakalama iminavoy bir şeyin recording eləmək üçün. Məsələn, siz Google-dasınızsa, iminavoy Google-un görünməsini istəyirsiniz. Başqa qıraq bir yerə çıxanda görünməsini istəmirsinizsə, pəncərə yakalamanı seçin. Seçəndən sonra avtomatik düşür ora. Sonra gəlir bura. Burada məsələn, mən yayındayam deyə bu dəqiqə kaydı durdur var. Burada isə orada kaydı başlat olacaq. Kaydı başladan sonra həmişə kimi ekranı sırası olacaq. Burada yayın başlatmaq da var ki, məsələn, YouTube-da canlı yayın açırsınız və yaxud da ki, Twitch-də olsun, başqa platformalarda olsun, yayın başlatdan eləyə bilərsiniz, yayınınızı aça bilərsiniz rahat bir şəkildə. Ondan sonra bunun öz ayarları da vardı. Göstərəcəm başqa nə var. Ayarlar da vardı ki, burada özünüzə uyğun ayarlar eləyə bilərsiniz. Görünüm ayarlarıdır, səs ayarlarıdır. Bunların hamısını özünüzə şəxsi olaraq eləyə bilərsiniz. Yəni proqram başqa proqramlardan fərqlənən cəhəti bax göstərdiklərimdir ki, burada geniş şeylər vardır. Geniş imkanları var. Oyun videosu üçün, həm yayım üçün, başqa şeylər üçün imkanları çoxdur proqramın. Bu proqramı tövsiyə edirəm, bunu istifadə edə bilərsiniz. Gözəl proqramdır. Məndən bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.